Salam uşaqlar, sizin nömrə 6-nı izah eləmək istəyirəm ki, bu 6 Riyaziyyat Fənn Olimpiadasının həm aşağı yaş qrupunun, həm də yuxarı yaş qrupunun sualını əhatə edəcək bir sualdır. Demək, sualda da görürsünüz 6 bölünsün n plus 9, 7 bölünsün n plus 10, nöqtə, 16 bölünsün n plus 19-dur. Kəsirlərin ixtisar olunmayan kəsir olmasını tələb eləyir və n-in ala biləcəyi ən kiçik natural qiyməti istəyir. İxtisar olunmayan kəsirlər hansılardır uşaqlar? Yəni ki, əbubu, bir edən kəsirlər ixtisar ola bilmir. Hansı ki, əbub AB-ni ifadə etsək, sürəti A, B ilə ifadə etsək, əbub AB 1 olmalıdır. Və əbub haqqında Evklid alqoritmini bilmək lazımdır ki, Evklid əbub haqqında deyirdi ki, əbub AB bərabərdir əbub A çıxılsın B nöqtə vergül B-yə, hansı ki, AB-dən böyük olmalıdır. Biz bu xəstəni istifadə eləsək, yəni demək istəyir ki, əbub n plus 9-dan 6-ya, n plus 9-dan 6 çıxanda n plus 3-dən 6-ya eləməlidir 1. Tutaq ki, əbub n plus 10-dan birinci böyük yazmaq istəyirəm, yoxsa fərq eləməz onsuz. n plus 10-dan 7 çıxdıq, n plus 3-dən 7-yə birləməlidir. Nöqtə, əbub n plus 19-dan 16-ya, yəni 19-dan çıxdıq, belədir əbub n plus 3-dən 16-ya 1 etməlidir. Demək, biz burada bilməliyik ki, ixtisar olunmayan bir kəsir deyirsə, yəni kəsir varsa demək, sürət daha böyük olmamalıdır, məxrəc daha böyük olmalıdır ki, bu kəsir kimi qalsın. Məsələn, 6-da 3 bizim üçün bir tam ədəddir, yəni 2 deməkdir. Biz bunu kəsir kimi görmək üçün sürət daha böyük deyil, məxrəc daha böyük olmalıdır. O zaman bizim alacağımız, bax, bu əbobun 1 olmağı, yəni n plus 3 əbobunun 1 olmağı üçün bu kəsir 6 ilə 16 arasında yerləşməlidir. Okey. Çünki dəqiq cavab alınmalısın və eyni zamanda 16-dan böyük olmalıdır ki, tutaq ki, 16, n plus 19-un cavabı 15 olsa, bu kəsir düzgün olmayan kəsir hesab olunur da. Ona görə də 16-dan böyük gələn ədəd fikirləşməliyik n plus 3-ün yerinə və bu sadə ədəd olmalıdır. Nə üçün sadə olmalıdır? Ən azından 16 mürəkkəbdir. İlk sayda seçməliyik ki, əbubu 1 alınmış olsun. Bu ifadələrin hər biri üçün. İlk sayda ədədimizdə n plus 10, 16-dan böyük, daha doğrusu kiçik sayda ədədimiz 17-dir. Ki, sayda ilə mürəkkəbin, belə deyək, sayda ilə mürəkkəbin əbubu da özündən böyük olan sayda ilə mürəkkəbin əbubu da elə 1 eləyir. N elədi onda cavab 14. Hər biri üçün yoxlasaq, məsələn, gətirib burada yerinə qoysaq, 14-ü eləyəcək 17, 7 yenə əbubu birlənmiş olur. Əbub birlənmiş olur burada. Çünki hər biri arasındakı məsafə elə yoxlasaq görərik. Tutaq ki, bundan bunu çıxsaq 3, 4, nöqtə gəlir 13-ə kimi etmiş olur. Cavab elədir C variantı. 7-ci sualda baxaq uşaqlar. 7-ci sualda deyir ki, bu ədədlərdən neçəsi 11-ə qalıqsız bölünər? 11-ə qalıqsız bölünmək üçün belə bir qaydamız var. Əgər sıfırların sayı tək ədəddirsə, 11-ə tam bölünür. Amma düz ədəddirsə, daha doğrusu tək ədəddirsə, qalıq alınmış olur. Amma cüt ədəddirsə, sıfırların sayı bu şəkildə düzlərkən, sıfırların sayı tək ədəddirsə, düz ədəddirsə, 11-ə qalıqsız bölünür. Yəni, təkdirsə, qalıq əmələ gəlir, cütdürsə, qalıqsız bölünür. Əgər baxsaq, burada 1 0 var, burada 2 0, 3 0, sonunda 1001 dənə 0 varsa, demək 1-dən başlayırsa, 1-dən 100-ə qədər burada 101-ə kimi daha doğrusu ədəd vardır. Və bunların cütləri hansılar? 2, 4, 100. Əgər 2, 4 başlayır, demək 100 ədəddən yarısı tək imiş, yarısı cüt imiş deyə cavab eləyib
D variantı.